Salam dostlar, bugün MVP kanalındasınız. Bugün sizlərlə birlikdə Brawl Stars'ın ən şanslı videolarına baxacağıq və bunları 1 üzərindən 10'a qədər puanlayacağıq. Bir gün video gəlmədi, amma siz ən sonuncudan bir dənə arkadaş videoya 80 nəfər izlədi. Mən çox sevindim buna. Yəni izləyənlərə təşəkkür etmək istəyirəm. Və bu videoda Barotic adlı bir dənə qardaşın videosuna baxacağıq. Bilmirəm, bəlkə başqalarına da baxaram, amma hələ ki buna baxacağıq. Onda videoya keçək. Dostlar, videoya keçmədən öncə like atıb abunə olmağı unutmayın, videoya keçək. Dostlar, burada hələ ki buranın introsudur. 25 dənə şanslı yer göstərilir. But you'd be wrong. Stu actually passes the ball back to her not once but twice, and then Melody scores her goal. Dostlar, burada demək istəyir ki, görürsünüz ki, burada Stu var. Melody burada gücünü işlədir, ultisini. Melody qarşı hoppanır. Stu'ya top gəlir. Stu topu yanlışlıqla Melody'yə göndərir. Sonra Melody ona təzədən göndərir, sonra Stu ona təzədən göndərir. Buna şanslılıq demək olmaz, səhvlik deyirik. Buna 1 üzəri 10 üzərindən 3 verirəm. Siz də yorumlara 1 yazıb qarşısına neçə puan verdiyinizi yaza bilərsiniz. Yeah, this dude just lost a generational aura, but no one was as lucky as this Edgar right here, who somehow escaped elimination not once, not twice, but 3 times in one match. First, he dodges another Edgar mid-jump while and then another Edgar jumps on him, and he manages to flee again. And as the cherry on cake, Cordelius pops out of a bush. But guess what? Edgar escapes once more. Too bad he can't use window, but this Frank might... Dostlar, indi ikidə, yəni... Burada demək istəyir ki, bu Edgar'ın üstünə bir dənə hiperşarjlı Edgar turlanıb. Yəni ultisini işlədir üstünə. Amma heç nə olmayıb, qaçıb ondan. Sonradan təzədən obsi Edgar gəlib bunun üstünə təzədən turlanıb. Və bu da bundan da qaçıb. Sonra orada Cordelius var. O da çarların içində pusur. Onu avlamağa çalışır. Amma məncə bu düşünürəm ki, kurgudur. Yəni montaj. Öz dostlarından edə bilər, ona görə 10 üzərindən 1. Əgər öz dostlarından edə bilirsə, bu şans deyil, yetenəkdir məncə 10 üzərindən 0. Edgar jumps on him, and he manages to is waiting for the perfect moment to pops. This Frank might be the luckiest noob ever. He was hiding in the bushes, waiting for the perfect moment to strike. When he finally used his super, he got countered by Kit, and everyone thought it was game over for him. But in an insane twist, Frank instantly flipped the tables and wiped out the entire team in under a second. Unkillable. Well, dostlar, burada demək istəyir ki, burada Frank otların içində gizlənir. Sonradan onun qarşısına 3 nəfər çıxır. Takım arkadaşları nakavt oynayırlar, takım arkadaşları gəlib. Frank ultisini işlədir və bəzilərini dondurur. Sonra vurmaq istəyəndə Kit onun üstünə hoppanır. Kit onu öldürməyə çalışanda Frank çoxlu vurur. Yəni bu yetenəkdir, yenə bu şans deyil. Siz də düşürsünüz, mən 0 verirəm. Bu yeni şansdır, bu yetenəkdir. BB getting rid of her generational luck. She dashes straight for the ball on the left side of the goal and grabs it, but now she's up against Rico and Dynamite, who immediately start shredding her health. Just when it seems like it's over, Dynamite makes a huge mistake. He throws his super bomb right into his own goal, and then as she's about to die, BB takes a shot into the destroyed part of the goal and scores! Yeah, good luck seeing something like this happen. Dostlar, baxın. Burada BB topu alır. Yəni bir dənə takım arkadaşlarını tək çıxarıb orada. Orada Dynamite'ın ultisi gəlib və yanında Rico var. Dynamite orada səhv edib ultisini atır və ultisi divarları partladır. BB də bilmədən topu atır və top gol girir. Buna şanslıq 10 üzərindən 6 deyirəm. Biraz da yetenek kimi oldu. Onu tam bilmirəm. No, Willow is secretly the best Dynamite player? Sounds crazy, but that's exactly what happened here. Dynamite was about to get destroyed by Mortis, but then Willow took control, pulled off a stunning triple Dynamite jump, and landed an insane kill on Mortis. Honestly, Dynamite owes Willow at least 100 gems for moments ever. Has to be when...
Dostlar, indi burada görürsünüz ki, baxın, az səs qoyacağım. Burada Dynamite ilə Mortis dalaşıb və otların içində Virgo var. Virgo, Dynamite tam olanda Virgo ona ultisini atıb Dynamite'ı kontrol edir. Edgar'ı öldürməyə çalışır. Altına həm də bomba qoyub yuxarı qalxır və Dynamite sonunda Virgo Mortis'i Dynamite'ın bədəni ilə öldürür və buna isə Dynamite'ın şansı deyir. Amma məncə bu montajdır, yəni dostlarla edib. Amma montaj deyirsə yenə də şans da deyir. Çünki başqa bir şey olmaz. One of the luckiest moments ever has to be when streamer Skrek was opening a hypercharge drop and wished for Piper's hypercharge. One that I'm looking for? Piper. Let's go. Then instantly got it right after. Yeah, who said Supercell doesn't hear us? Okay, now please remove Edgar. Please remove Edgar. Dostlar, indi burada bu yayıncı ekranda gördüyünüz hiperşarj yulduzu açır və hiperşarj yulduzundan Piper'ın hiperşarjın çıxmasını istəyir. Amma bu deyir ki, məsələn, mənə Piper ver və burada deyir ki, Supercell ona bilərək Piper'ın hiperşarjını çıxardır. Bu da Then instantly got it right after. Yeah, who said Supercell doesn't hear us? Okay, now please remove Edgar. Burada da deyir ki, bu videonun sahibi istəyir ki, Edgar silinsin. Bu özü istədiyi kimi qoyulub, yəni o videoya aiddir. Meeple has been around for a bit, but players have already found clever ways to make him super annoying. Just like in this Brawl Ball match where Baby stole the ball from the opposing team and was about to score a goal with her super. But just as she was about to pull it off, Meeple used his stunning gadget to stop the ball. It might not have been BB's lucky day. Ben buna arkadan tezden Just bakayım. like in this Brawl Ball match where Baby stole the ball from the opposing team and was about to score a goal with her super. But just as she was about to pull it off, Meeple used his stunning gadget to stop the ball. It might not have been BB's lucky day, but it sure was for the enemy team. Piper just got saved by... Dostlar, indi burada demək istəyir ki, burada Meeple var. Piper gol atmağa gedir. Piper tam şut vuracaqkən Meeple özünün aksiyonu işlədir yəqin ki, sonra o topu dayandırır və bu sayədə Piper və takım arkadaşları uduzmuş olur və qarşıdakı takım qazanmış olur. Bunu qarşıdakı takıma şans olaraq sayırlar və bu şansa mən 10 üzərindən 7 verirəm. Əgər prestijseniz belə kupa sizə gələcək, çox asandır, yəni. Just got saved by her rival Mandy in the most unexpected way. As Piper was fleeing from Mortis, who had the advantage and was closing in for an easy kill, Mandy's super came out of nowhere and blasted straight through Mortis like a train. Piper then simply celebrated her unbelievable luck by spinning around and picking up leftover power cubes. If you've ever... Dostlar, indi arxada demək istəyir ki, baxın, biraz göstərim. Burada Mortis var. Mortis Piper'ın arxasında düşüb. Mortis sarısını qabağa işlətdikdə belə bir şey olacaq. Gəlin göstərim. Burada Piper vurmağa çalışır. Sonra burada inanılmaz şəkildə bir məndinin ultisi gəlir və demək istəyir ki, Piper buna bir sevinç ortasında dönərək sevinir. Dostlar, buna mən şans deyə bilərəm. 10 üzərindən 5 deyirəm amma. O qədər də şanslı deyildi. Özünə, amma ola bilər özünə də o deyə bilərəm. Ancaq 10 üzərindən 7. Wondered what a 0.001% chance in Brawl Stars looks like? It's definitely this. 5 alien fame players with gold skin. Dostlar, indi baxın, özünüz də görə bilirsiniz yəqin ki, burada həm artdənə uzay şöhrəti olan adam düşüb, həm də hamısının kostümü altın rəngdədir. Məncə bunlar arkadaşdırlar. Mən elə düşünürəm. Əgər arkadaşları varsa bu çox şanslı ola bilər. Joining the same 5v5 match. And yes, this actually happened. These players somehow perfectly joined at the same time, creating what might be the luckiest and rarest moment in Brawl Stars history. I can't even imagine how terrified their opponents must have been. I bet this is... Dostlar, indi arxadakı dostlarınla birlikdə baxın, birdən oyuna girdilər. Və bir-birindən düşdülər. Yəni bu çox çətin şeydir. Çox şanslıdır. 3 dənə şanslı şey araya gəlib. Yəni buna 10 üzərindən 9 verirəm.
İndi burasına baxaq. The luckiest 8-bit main out there. First, he dodges Cold's bullet barrage, then Piper's sniper shot. After that, he avoids balls and teleports out of Mandy's super projectile. And as the cherry on top, he manages to escape Tick's head by teleporting too. Honestly, watching this 8-bit's gameplay almost gave me a heart attack. Dostlar, indi arkada gördüğünüz 8 bit gözlüyün göstərmək istəyirəm. Dostlar, baxın, ilk olaraq Colt'un cürələrindən qaçır. Sonra Piper'ın cürəsindən və sonra hansı karakteri görəmədim. Mən ultisindən qaçır. Corette'nin də ultisindən, Tick'in də ultisindən qaçır hətta belə. Bu qardaşımız isə buna şans vermək istəyir. Amma mən buna yetenek demək istəyirəm. Yəni öz edib, başqaları etməyib ki. Buna 10 üzərindən 0 verirəm. Yəni o bizlərə baxaq. But in the opposite way. Well, you'd be this Nani. She sends her drone flying toward Colette, who dodges it perfectly. Then, Nani activates her teleportation gadget, only to land right on a jump pad that launches her straight into Shelly and Bull, who absolutely obliterate her. Now she's a literal dust. If you thought own goals... Dostlar, indi arkada gördüğünüz Colette və Nani savaşır. Nani onun öz ultisini işlədir və Corette'ni vurmağa çalışarkən öz dodge'luyur Colette və Nani öz robotuna dönüşür və orada rampanın üstündə durur və o qabağa açır. Sonradan onun yanında 2 dənə takım Sherry ilə Bug var idi. Sherry ultisi var idi, Sherry'nin ultisi var idi, həm də Bug'un da ultisi var idi yəqin ki. İkisi də onun üstünə cumdular. Buna Sherry ilə Bug'un deyirlər, şansı deyəsən. Onu 10 üzerinden 5 verelim. If you thought own goals didn't exist in Brawl Stars, well, this Sprout proved otherwise. In this reverse lucky moment, Sprout is up against opponents who shoot the ball straight toward the goal, but as he desperately tries to block it with his super, he instead pushes the ball right into his own goal. Yeah, this was insanely lucky to even occur, but I don't think he was very happy about it. Dostlar, indi burada Sprout karakterli bir adam öz topu götürmək istəyəndə öz ultisini topun üstünə atır. Və bu o vaxtları iş gəlirdi, deyəsən bu bug idi. Topu ultisinin üstünə atdıqda qol sayırdı. Öz qapısına qol atmış oldu və bu o vaxtları var idi. Yəni bu vaxtlar yoxdur indi öz qapına qol atmaq. Buna qarşı adamın şansı deyirlər, amma o qədər də əgər qazandırıcı qolu atsaydı rəqiblər qazansaydı, o qol atsaydı, onda rəqiblər şansı da ola bilərdi. Ama burada kazandığını göstermek, ona göre 10 üzerinden 3. Have you ever faced an unstoppable enemy team in Brawl Ball? Well, this blue team did, and they carried the ball all the way to the enemy goal. But just as they were about to score, the entire enemy team was on the goal to block them. To make things worse, Gale dropped his tornado right on top of the ball, making it impossible for enemies to grab it. It's moments like these that make you feel like Supercell secretly placed an invisible wall on the enemy team. Curse you, Supercell! Everyone... Dostlar, indi arkada gördüğünüz Gale karakteri, Gale deyəsən. Burada en yaxşı takım olduğunu iddia edir bu takımların. Gale orada topu gol atmağa çalışanda takım bu 3 tane adam, yani bir takım onun üstüne bana yani cumur. Gare'de son dəqiq aksiyonu işlədir və oyuncular qapının içində qalır və beləliklə topu ara bilmirlər. Ona görə də bu indi bunlar gol atabilir və qazana bilirlər. Amma əgər bu 0-0'dırsa işe yaramaz. Çünki oradakı kürək onlar yuxarı hoplandırır, bilirik onu. O ikinci raundda yox olacaq. Əgər bu 1-0'dırsa yaxşı olur. Hepsine çitək. To make things worse, everyone hates Angelo's that camp on water. But this one might be an exception, as he pulled off the luckiest clutch ever. It starts with Edgar jumping on Leon, only to get eliminated instantly by this pro Leon. Then, Angelo, hovering on water, realizes he's in big trouble as a hypercharged Leon starts chasing him in a 1v1. Angelo lands a hit, while Leon is invisible and jumps just in time. And as Leon thinks he's about to get an easy win, Angelo pulls off the luckiest snipe with 1 HP left, clutching the battle in style. We could say Leon probably hates Angelo. Dostlar, indi buna qardaşımız şans demək istəyir. Amma mən demək istəyirəm ki, bu şans deyil, bu Angela'nın oynanışına qalıb. Məncə bu şans olmadığı üçün yenə 0 verəcək. Siz nə düşünürsünüz? Yorumlarda yazarsınız.
Olsun oxu. too. But that's not as crazy as this Piper clutch. In this lucky moment, Piper's being chased by her ultimate counter, Mortis. And just as things look hopeless for Piper, she uses her super to escape. Mortis, thinking she's defenseless after landing, moves in for the final blow, only to get completely obliterated by Stu, who takes him out instead. Piper didn't even have to lift a finger, and it made Mortis look like a total noob. This Dynamite was Dostlar, indi arkadakı bu videoda Piper Mortis'ten qaçmaq istəyəndə ultisini atır və bundan sonra deyəsən bunun Wi-Fi gedir, bilmirəm tam dəqiq olur. Sonra Mortis onun üstünə gedəndə burada noobluğunu göstərir və 3 dəfə o tikana vurur, yəni kaktüsə. Sonradan da hələ də devam